İyunun 5-də gecə saatlarında Azov dənizində vurulan gəmidə olan 5 azərbaycanlıdan biri 1993-cü il təvəllüdlü Məhəmməd İlhamoğlu Əliyev Zaqatala rayonu Aşağı Tala kənd sakinidir. Məhəmməd Əliyev bir neçə il əvvəl Zaqatala rayonundan Rusiyaya atasının yanına köçüb. O, həmin vaxtdan etibarən gəmidə işləyirmiş. Gəmidə kapitanın ikinci köməkçisi kimi çalışırmış. Ailəli olub, bir az yaşlı oğlu qalıb. Məhəmməd Əliyevin özü ailənin yeganə oğul övladı imiş. Ailənin bir oğlu, bir qızı olub. Məhəmməd Əliyevin atası İlham Əliyev isə uzun müddətdir Rusiyada yaşayır, xırda sahibkarlıqla məşğuldur. Həlak olanlardan ikisinin də şəxsiyyəti məlum olub. Palau bayraq altında üzən gəmiyə endirilən PUA zərbəsi nəticəsində Azərbaycan vətəndaşları Qismət Əliyev və Fuad Orucovdur. Qismət Əliyevin gəmidə böyük mexanik, Fuad Orucovun isə kapitan olduğu bildirilib. Yaralıların vəziyyətinin normal olduğu və hazırda Yeysk şəhər mərkəzi xəstəxanasının cərrahiyyə və travmatologiya şöbələrində müalicə aldıqları bildirilib. Hər şey yaxşıdır, valideynlərim narahat olmasın. Bunu iyunun 5-də Azov dənizində gəmiyə PUA hücumu zamanı yaralanan Azərbaycan vətəndaşı Samir İbadzadə deyib. Hazırda Yeysk şəhər mərkəzi xəstəxanasının travmatologiya şöbəsində olan Samir İbadzadə vəziyyətinin normal olduğunu qeyd edib. İbadzadə Samir Yaşaroğlu.